Dünənləri, bunu yəqin ki vlogun içinə əlavə edəcəm. Çünki dünənləri gecə Səbu işdən saat 1-də gəlmişdi və gələrkən də bunu indi bilməm nə vaxt paylaşacağam, amma dünənləri müəllimlər günü idi və Səbu da məni unutmayıb sushi alıb gətirmişdi. Bilməm aranızda bilənlər var yoxsa yox, amma mən bir vaxtlar riyaziyyat müəllimi olaraq işləyirdim, evdən uşaq hazırlaşdırırdım. Səbu ilə tanış olduğumuz vaxtlara denk gəlirdi belə deyək. Ona görə də Səbu unutmamışdı. Mənə dünənləri sushi alıb gətirib bayramımı təbrik eləmişdi. Mən də buradan bütün müəllimlərin müəllimlər gününü təbrik edirəm. Onlar bizim üçün əvəzolunmaz bir insandır və bu əvəzolunmaz bir peşədir. Çox dadlıydı suşimdə. Yakutsadan sifariş eləmişdi. Bizə yaxın olan və geç saata qədər ondan sifariş götürən bir yerdir. Çox gözəldir, çox bəyəndim. Dadı da çox qəşəngdir. Onu deyirdim. Burada 50 ədəd var idi. Dünən ikimiz də yedik. Bunlar qalmışdı. İndi isə bunları yeyəcəm. Çünki niyə də atım ki, çox dadlıdır. Bir də mən sushi ilə yərkən ən çox sevdiyim budur. Wasabini yeyə bilmirəm, amma bunu bayılıram. Bundan neçə dənə daha çox nə qədər qoysalar, o qədər bitirəcək qədər sevirəm. Bundan 2 paça qoymuşlar. Dünən birini bitirdim. Bunun isə yarım qalıb. Bunu isə mən bilmirəm, amma o qədər də sevmirəm. Yəni, məsələn, tutaq ki, bu rollarla bunu sevirəm, amma başqa heç bir rola bunu batırmağı sevmirəm. Yeni bir gündən sizi salamlayıram, qızlar. Bugün Adelə həkimə aparmışdıq. Adel 2 həftədir xəstədir. Amma get-gedə sağalır inşallah. Bugün hava da çox qəşəngdir. Buludların gözəlliyinə baxın. Bugün həkimdən çıxandan sonra çox yaxınlıqda Bakıxanov mol var idi. Düşündük ki, Bakıxanov mola girək. Bir də gördüm ki, burada Rossmann da var, 1-ci mərtəbəsində. Çoxdan da axtardım transparent pudranı. Ümid edərək girdim ki, bəlkə burada olar. Bu arada gəldim yenə bura Rossmanna. Bakıxanov filialının altındakı Rossmanndır bu arada. Çantamma bax. Hə, təəssüf ki, burada da yoxdur, bitib. Bir dənə izləyicim yazmışdı ki, sahil bağında var. Gərək gedim ora baxım. Bu arada balacadır. 3-cü mərtəbəsində sadəcə oyun yeri var. 2-ci mərtəbəsində 1-2 dənə mağaza var. Burada da memi var. Deyirik, baxaq görək memidə nəsə varmı? Bu arada evə gedib düşünməliyik, baxımlarımı eləməliyim. Qiyməti. Bu qiymət şeydir. 125. Məncə qiymətlər o qədər uyğun deyil, yəni bu qiymətə gedib almaq olar daha yaxşı. Düşündüm ki, əvvəlcə burada bəlkə McDonald's, KFC və yaxud da burger yeyə biləcəyimiz yaxşı bir yer olar, amma gördüyünüz kimi çəkməyə də çalışdım. Çox az mağaza var idi və 3-cü mərtəbədə belə bir yemək yeri var idi. Tanımadığım marketlərimi, tanımadığım mağazaların burgerləri var. Mən də elə sevmirəm. Bilməm, buranı tanıyırsınız yoxsa yox. Bura stansiya Razin gedir, səhv eləmirəmsə. Baxın, mən bu tərəfdə, bu binanın elə bir arxasında qalırdıq. Biz yataqxanada əvvəllər anamla birlikdə. Ona görə də buralar mənə çox doğmadır. Ümumiyyətlə, burada məsələn yataqxanaları düzəldib, qəşəng binalar tiksələr, ərazi olaraq çox qəşəngdir. Bu yol məsələn ortasında belə park var. Bura hər şey yaxındır. Məsələn, orada çiğ köftəci var, gülçü var, qabaqda məsələn Bakıxanov mol var, Rossmanı var, qabaqda Olivyası var, Zəka kitab evi var. Sonra qabaqda bazar storu var, Sərhamı var. İndi getsək Sərhama getmək istəyirəm. Sizə Sərham daha uyğun qiymətlidir bu arada və Sərhamın yanında bir dənə qəşəng möcüzədir deyəsən. Adı bir dənə çörək yeri var. Gözüm belə danışım. Hə, bir dənə çörək yeri var. Orada o qədər gözəl çörəklər satılırdılar ki, mən universitetə gedəndə buradan gedirdim. Yəni 4 il buradan getmişəm universitetə, Razindən. Buradan gedəndə məsələn mən orada həmişə çörək alırdım. O qədər gözəl idi ki. Bir də baxın. Ümumiyyətlə hər yeri gözəldir. Hə, indi oranı göstərəm sizə. İstəyərəm bir-iki dənə çörək alım. Yəni fərqli çörək çeşidləri var da. Mən bəzən normal ağ çörək yeməkdən xoşum gəlmir. Belə olanda məsələn qara çörək götürürəm. Çünki alternativ mağazalarda maksimum onlar var da. Amma Sərhamın yanındakı çörəkçidə o qədər qəşəng şeylər var ki, sizə indi tilsək göstərəcəm. Yəni, bir dənə bu binaları düzəltsələr, Astanovkasıda, mağazalarda hər yeri yaxındır da. Bu
cəhətdən yəni yaxşıdır. Mən buraları çox sevirəm. Baxın, buranı deyirdim. Möcüd ad buradadır. İndi burada avtobus var. Bunun arxasında Sərham. Baxın, burada Möcüzə market. Adını dəyişiblər deyəsən buranın. Möcüzə market deyiblər. Sərham idi əvvəl, hə. Bura mən bilən digər mağazalardan tərəvəz baxımından da və ərzaq baxımından da daha uyğundur. Yəni maşınla olsa adamın gəlmək olar, amma yenə də uzaqdır biraz bizə. İçəri girər-girməz o qədər millət var idi ki, bilmirəm bura niyə bu qədər doludur. Səbuy deyir ki, əslində burada binalar çox olduğu üçün, yaşayış yeri çox olduğu üçün insan da çoxdur. Burada oyuncaqlar da var qızlar. Elə bilirəm ki, burada qiymətlər daha uyğundur. Baxın 3.90-a, 7.15-ə. Baxın, belə maraqlı şeylər də var. Görüm Adel üçün. Adeldə olmayan oyuncaqlardan. Mağazada ən sevdiyim şey reyonların çox səliqəli, daha doğrusu olmağıdır. Buradan sarkök götürdüm 2 dənə. Bir dənəsi 1 manat idi, uyğun idi. Sonra belə gördüm. Bunu bilmirəm öz qiymət neçə idi. Mənə elə gəlir ki, başqa mağazalarda bahadır. Yenə də fikirlərinizi yazarsınız. Burada 77 qəpik idi. Bu arada burada incə bulgur da var çiğ köftə eləmək üçün. Bunlar da Fanatın təzə növləridir. İçindən sosu da çıxır. 93 qəpikdən 83 qəpiyə indirim olunmuşdu. Bundan da 2 çeşid götürdük fərqli formada. Ümumiyyətlə abur-cubur almağa girmişik. Görək nələr alıb çıxacağıq. Hə, bu testlər də elə bir dənə qalıb. Hə, burada kakoslusu da var. Test götürürük, belə sallama çay bəzən edirik. Hə. Səbuy bunu bəyənir. Mən də bu çiyələkli və kibili olanı yoxlamaq istəyirəm. Səbuş bunu ataq da. Ora. Bundan da bir dənə. Qiymətini də sizə göstərim. Səhərlər içdiyim kofenin içinə isə normal süd tökməkdənsə quru süd tökməyi daha çox bəyənirəm. Bu arada qızlar, göstərmişəm elə bunu da göstərim. Məsələn, bunu biz Adelin paltarlar, kirli paltarların yumaq üçün istifadə edirik də. Danışa bilmədim. Edirik də. Bunu biz aptekdən 6 manat alırıq, amma burada 3 manat 90 qəpik deyəsən. Yəni daha sərfəlidir, uyğundur. Ona görə götürdük. Bu çoko kremlər də qəşəngdir. Bunlar da 1.50-yə düşüblər. Ay, baxın görün nə tapdım. Mən bunları çox sevirəm. Əsas da bu. Marojna dadındadır. 1 manat 93 qəpik. Kokteyl kimi. Nə göstərir. Möcüzə marketin yanında olan sizə də bayaqlara bəhs etdiyim bu çörəkçiyə gedib. Burada həm şirniyyatlar, həm tortlar, həm salatlar, həm çörəklər satırlar. Hamısını bir-bir göstərəcəm. Məsələn, mənim ən sevdiyim bu batonçiklər. Məsələn, böyükləri 30 qəpik, orta ölçüləri 15 qəpik, bir də yumru burger çörəkləri kimi var. Onlar da 10 qəpik. Düşünürəm ki, bu qiyməti əladır. Mənim evim buna yaxın olsaydı, yəqin ki, mən buradan çıxmazdım. Qozludur ki, qozludur. Burada dediyim kimi hazır salatlar da var. Staliçnisi, biber salatı, vinegreti, bir çox salat var. Hətta bəzi salatların heç adını da mən bilmirəm, amma üst qabaqlarına qiymətləri və adları yazılıb. Qiymətləri də uyğundur məncə. Sizin üçün bir saniyə keçsə, amma biz məşəqqətli yollar kat edərək bu probkada gəlib evə çıxa bildik. Evə də gələr gəlməz səhər tezdən çıxdığımız üçün ev dağınıq idi. Gəldik, düzəltdim, yəni evləri təmizlədim. Dedim elə bunu da vlog olaraq çəkim. Çünki yorumları oxuyuram qızlar. Gördüm təmizlik vlogu çox istəyirsiniz. Ona görə də düşündüm ki, nəyə görə də çəkməyim. Düzdür, birazdan yatacağıq. Yenə də mən yatağı hər zaman saat neçə olur olsun yığışdırmağı çox sevirəm. Keçirəm Adelin otağına. Adelin otağında isə kirli paltarları maşına atacağım yumağa. Ona görə də buradan ayırıram. Adelin şkafını düzəldərkən istəyirəm Adellə bağlı gələn sualları da buradan cavablamış olum. Adellə bağlı gələn suallardan biri Adel neçə yaşında dişini çıxartdı, daha doğrusu neçə aylıqkən çıxartdı, nə vaxt çıxartdı. 9 ayında ilk dişini çıxartdı Adel, ondan sonra isə davamlı olaraq çıxartdı. İndi 1 yaş 1 aylıqdır və yuxarıda 4, aşağıda 3 dişi var. Yəni ikisindən başqa digərləri hələ ki təzə çıxır. Diş çıxarma prosesi də bildiyiniz kimi çox çətindir. Allah analara və mənə səbir versin. Bu yadınızdadır qızlar. Temudan almışdıq Adelə. Çox qəşəngdir. Keçən il biraz qolları uzun olurdu. Belə qatlayıb geyindirirdim. Burası ilə eyni olurdu. Qəşəng görünürdü. Bu il amma tam olur. Maşallah olsun. Ona görə də belə çox şirindir. Özü mən bunu 15 manat almışdım.
Qalınlığı falan da çox gözəldir də, baxın. Belə isti tutur, qalın tutur. Rəngini də çox bəyənmişdim, hər şeylə uyğundur deyə. İniyyətlə məsələn o qəşəng gəlmişdi. Sonra yadınızda keçən videoda göstərdim. Belə jaket almışdım Adelə. 10 manat, 9 manat idi. Bu da 9 manat nə qədər belə qəşəng. Bu da eyni şəkildə yumuşaqdır, qəşəngdir evdə geyinmək üçün. Temudan bir neçə dənə məhsul almışam və çox gözəl gəldi. Yəni bilirsiniz, məsələn, keçən aldığım papaqlardan biri də o bayaq gördüyünüz kurtka ilə taxmaq üçün belə papaq almışdım. Məsələn, çox da qəşəng geyindi, yəni bəyəndi. Qəşəng oldu. Bir də siz buna baxın. Siz bilməyəm, bunu görmüşdünüz yoxsa yox. Bu da onun şirinliyinə baxın. Adelə ad günündə almışdı bebisi. Və gözləyirəm ki, böyüsün, bu yaşa gəlsin, belə bunu geyinsin, pıt 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 yanımda gəlsin. Bu arada divarın buralarındakı ləkələr görürsünüz, bilmirəm, baxın. Necə görürsən, hə, buralarındakı nəmişlik verib. Boyu yəni məhv verib, ona görə də oranı düzəltməliyik. Əgər görürsünüzsə, dedim, görüntü üçün yəni üzürlü sayı. Belə bu formada. Şkafını da adətən evə gələndə belə təmizləməyə çalışıram ki, paltalarını həmən yenə yığacağım. Yoxsa həm balaca paltalar da, yəni həm də ki təmiz olanda adam paltar seçməkdə də rahat olur. Amma siz gelin görün ki, mən uzun bir vaxtdır öz qardırobumu əl gəzdirmirəm. Orada əl gəzdirməyəm lazımdır ki, orada yığışdırım. Bir gün eləyərəm. Əgər istəyirsinizsə sizinlə birlikdə yığışdırmaq. Videonu aşağıda yazın. Oranı yığışdıranda da video çəkim sizin üçün, əgər maraqlıdırsa. Sonra belə biz alanda aylıq alırıq da. Yəni mən bilirəm ki, məsələn, Adel 3 böyük belə paket bitirir. Onları alırıq, qoyuruq ki, evdə çox olsun. Sonra yeməklər də, məsələn, Adel bu balaca yeməyindən bir aya 6 paçka yeyir. İndi məsələn 2 paçkası qalıb artıq. Soruşanlar üçün də Adelin səhər axşam içdiyi südür də budur. Adelin otağında yığışdırdıq. Bu formada da baxın. Bitdi. Bu xalçanı da bura sərmişəm. Çox şirin görünür. Bunu Trendyoldan almışdım. Buradan çıxa bilərik. Bir də səbirsizlənirəm bu stolda oturması üçün. Çox şirindir. Qızlar, çox utanıram, amma göstərməliyəm. Artıq başlamışıq bu işə. Bugün kursa getmişəm. Atabala ev uçurublar. İndi sizə kuxlanın halını göstərəcəm. İçim ağrır, amma eləyəcək heç nə yoxdur. Utanıram. Çox utanıram. Çox utandım. Hələ də utanmadım, amma yeyirəm. Buralar necəndədir? Allahım. Səhərdən bəri bura girməyə ərtəliyirəm. Bu arada mən təmizləyərkən də isə bu evləri tostaranlayır. Kabahətini örtmək üçün. Allahım, hardan başlayacağımı bilmirəm. Neysə, bir yerdən başlamam lazım. Çox kötü. Deməli, suallardan davam edək. Adel ilə bağlı gələn digər suallardan biri isə Adel söz deyirmi? Bəli, deyir. Məsələn, işi düşəndə mama deyir, bibi deyir, atdı deyir, ver deyir. Ağlıma gələn hələ ki bunlardır, amma çalışdığımız qədər danışdırmağa çalışıram. Gün boyu onunla danışıram. O da mənlə cavab verməyə çalışır. Öz dilində mən əsla başa düşmürəm. Ümid edirəm ki, anlaşacağımız ortaq dili bir gün tapacağıq. Heç nəyə tələsmirəm. Hər uşaq individualdır. Mən düşünürəm ki, Adel çox yaxşı irəliləyir maşallah. Təxmini son vaxtlarda Adel ilə bağlı gördüyüm suallar elə bu ikisi idi məncə. Amma başqa suallarınız varsa yenə də cavablandırıram. Çünki siz sualları yazdıqsa mən vloqlarımın içərisində onları cavablayıram. Belə sarkı qaldım orada, sizə göstərmişdim. Görsəyini qabım dolub deyə belə qoyacağım, amma bir tən də saxlama qablarına yığıram. Məsələn, görürsünüz, kimyon. Belə içinə yığıram. Amma hələlik burada duracaq. Bir də Adelə belə manna almışam. Artıq saxlama qablarını çatmır. Gələk yenə alalım təzələrini. Çünki məsələn bunlar yerləşmir və mən bunları hara qoyacağımı bilmirəm. Bayaq marketdə sizə göstərmədim, amma belə üzərlik aldım, bilməm görünür yoxsa yox. Mən bunun qoxusunu çox sevirəm, arada evdə də yandırıram. Ona görə hələlik buralara bir yerə qoymaq istəyirəm. Çünki yandıracağım mən. Sonra
Bu aralar ən sevdiyim cappuccino'dur bu. Çox sevirəm. Bir də bəyəkləri Adela Boranı aldım. Mən Boranı artıq çox sevirəm, dəhşət. Adela da pişirmək ki, belə Boranı aldım. Özümə də pişirəm. Bir də o sizə möcüzədən göstərdim şirniyyatlar. Belə şirniyyatlar almışam. Bu arada kızlar, bunlar da bilsiz nədir? Boyalar eləyəndən sonra fırçalarımı belə qoyuram, islansınlar. Çünki görürsünüz, belə boyalar daha rahat çıxa bilir onda. Ucları boyalıdır. İçinə su ilə dolduram, biraz da sabun qalır və yumşalırlar. Bunlar artıq yuyulmalıdır. Biraz daha su dolduram bunlara. Ona görə bayaqları taksinin evə qayıdarkən Səbu ilə sürücü arasında belə bir dialoq oldu. Mən də buna qulaq misafiri oldum. Deməli qızlar, sürücünün belə düşünür ki, uşaqlar telefonla oynayanda daha sakit olurlar, telefon olmayanda isə daha aqressiv olurlar. Mən isə əksinə belə düşünmürəm. Çünki indiki dövrdə həm reklamlar olsun, həm multfilmlər olsun, çizgi filmlər olsun, çox elə bilirəm ki, pis artıq çıxardırlar və uşaqlar telefonda, planşetdə, televizorda elə şeylərə baxırlar ki, adam ona baxmağa, böyüklər belə ona baxmağa qorxarkən uşaqlar bunlardan qorxmurlar və orada nə görürlərsə, eyni hərəkəti öz həyatlarında təkrar edirlər. Mən də bu davranışları sevmirəm. Ona görə də mən sürücü ilə eyni fikirdə deyiləm ki, uşaqlar telefonla məşğul olanda daha sakin olurlar. Mənə görə daha aqressiv və orada olan pis davranışları tez götürürlər. Bəs siz bu haqqda nə düşünürsünüz? Qızlar, gəlin adamı göstərim. Burada az şey var. Deməli, orada türk pahlavası ilk dəfə sınayacam deyə belə azaldım tadımlıq. Kilosu 9 manat, 89 qəpik idi. Bunu qoyaq qabağa. Bir də qabım var, bunun içine qoyacam indi. Belə çay yanı içməyə. Ne deyirlər bunu? Kilosunu aldım. Bunun əslində bir çeşidində götürmüşdüm. Bir dənə də fərqli pisoflu qozdan bunu qoymurlar təsdiq. Pulu da hesablamıyorlar. Yəni, ümumiyyətlə təkdirlər yadlarından çıxıb qoymaq çox gerək baxardım. Bu isə bildiyimiz banan şirniyyətidir. Çox sevirik. Biz Səbuyda, mən də ikimiz də çox sevirik. Bir bunu qoyaq. Bu isə bu formadadır. Çox ləzzətli. İkisini də indi aparıram sübəyə. Bundan sonra mən düşünürəm ki, həmin sürücü məncə beynini rahat axtarır. Çünki uşaqlar telefonla oynamayanda onlarla daha çox vaxt keçirməli, daha çox aktivitələr ürətməli və onların yanında olduğunuzu bildirməyiniz lazımdır. Yəqin ki, sürücü də bunu yox. İstəyir ki, uşaq böyük adam kimi otursun kənarda, nə deyirsə onu eləsin və bu düzgün bir fikir deyil. Hər yeri yığışdırandan sonra gerçək mənada leşim çıxdı və mən bir çay hak etdim deyə düşünürəm. Çayımı süzdüm, gəldim, oturdum. Film izləyəcəkdik, amma heç halım yoxdur. Videonu burada sonlandıracağım. Və işim bitdi qızlar. Ümid edirəm ki, bəyəndiniz. Çoxlu mesajlar gəldi ki, mənə təmizlik vloglar, bilməm, qaranlıq düşürək, mənə görürsünüz yoxdur. Çoxlu mesajlar gəlirdi ki, bəs təmizlik vlogu nə vaxt gələcək? İstədim ki, bu videoda da sizə göstərim. Əslində elə bolca bir təmizlik oldu. Çünki gündəlik heç bu qədər dağılmır. Nə vaxt ki, mən kursa gedirəm, onda bu qədər dağılır evdə olmadığım üçün. Və elə dedim ki, bu da onun içine daxil olsun. Ümid edirəm ki, bəyəndiniz. Başqa videolarda görüşənədək hələlik.